Seyli etnoturizm kompleksi 2 yaşayış binasında yerləşən 36 yerlik 12 qonaq otağı, kafe, 400 nəfərlik yemək hazırlamaq tutumunda mətbəx binasından, 220 kvadrat metrlik tədbir zalından və işgüzar əlaqə ofislərindən ibarətdir. Həm ailəvi, həm də biznes əhəmiyyətli istirahət üçün nəzərdə tutulub. Geniş ərazisi var və orada futbol, voleybol meydançaları, turniket sistemi və qaçış gəzinti zolağı yerləşir. İş konsepsiyası qonaqların yerli təbiətlə vəhdətin qurulması, ləzgin mətbəxinin təqdimatı, rayonla tanışlıq, dağla dənizin istirahətlərinin uzlaşması üzərində qurulub. Bura Qusarın bəlkə də Azərbaycanın ən səfalı yeridir. Burada dağ havası meşələrin təravəti ilə birləşir, Qusarçay vadisinin əsrarəngi çalarları insan qəlbinə zühur edir. Əsrlər boyu burada kərvanlar görüşüb, insanlar yetişdirdiyi nemətlərlə bölüşüblər. Seyli etnoturizm kompleksi 2008-ci ildə istifadəyə verilib. Qusar şəhəri ilə Çiləgir kəndi arasında olan Seyli düzəngahında yerləşir. İlk illərdə müştəriləri əsasən xarici ölkə vətəndaşları olub və maraq qrupları üzrə həftəlik vikend və qrup turlar təşkil olunub. İndi isə əsasən dağ-dəniz səfərləri, yerli etnoqrafik nümunələrlə tanışlıq, ləzgi mətbəxinin təqdimatı və ölkənin müxtəlif idarə və təşkilatları üçün tədbirlərin və istirahət proqramlarının təşkili xidmətləri üzrə əsaslaşıb.